Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bu gün sizlər üçün Təhsil İnstitutunun rəsmi sertifikasiya nümunə suallarını təqdim edəcəm. Bu nümunə sualları ibtidai sinif müəllimləri üçündür. Ümumiyyətlə, indiyə qədər keçirilmiş imtahanlar və bundan sonra keçiriləcək sertifikasiya imtahanları bu suallar ətrafında olacaq. Bu suallar konkret olaraq düşəcək, belə bir şey yoxdur. Və sonradan təbii ki, artırılmış yeni mövzular var. Faizli fəzadır. Onlarla da bağlı əlavə suallar işləsə sizin üçün bir qaranlıq məqam qalmır. Təbii ki, burada biz indi sual sayı çoxdur. Nümunə suallar olduğu üçün biz hər birini ətraflı sizlər üçün izah eləyəcəyik. Başlayaq vaxt itirmədən. 51-ci sualımız 50-yə qədər Azərbaycan dili, 50-dən sonra riyaziyyat suallarıdır. Qutuda 18 ağ, 11 qırmızı, 6 yaşıl kürəcik var. Təsadüfən qutudan çıxarılan bir kürəciyin qırmızı olması ehtimalını tapın. Mövzu ehtimaldır. Ehtimala aid göstərilir ki, çərçivə sənədində bir dənə sual düşə bilər. Hadisənin ehtimalı necə tapılırdı? Hadisənin ehtimalı ehtimal bərabərdir. Əlverişli hallar bölünsün bütün hallar. Bütün hallar. İndi gəlin burada baxaq. Məndən hansı rəngi soruşur? Qırmızı rəng. Qırmızı rəng bu sualda mənim üçün əlverişli haldır. Bütün hallar isə bütün kürəciklərin rəngidir. Bütün rəngli kürəciklərin rəngidir. Sayıdır. Baxaq. 18 ağ kürəciyimiz var. 11 qırmızı kürəciyimiz var. 6 yaşıl kürəciyimiz var. 18, 11, 6. Topladıq elədi 35. 35. Bu bütün hallardır. İndi demək, məxrəcdə yazacağıq 35. Qırmızı kürəciyin sayı nə qədərdir? 11 dənə. Surəti də yazacağıq 11. Bizdən ehtimalı soruşur. Ehtimal 35-də 11. Baxırıq ki, ixtisarımızda varmı? İxtisar yoxdur. Demək elə cavab olacaq C variantı. Növbəti sualımız, bununla bağlı sual. Həm MİQ, həm də sertifikasiyada da bu sual. Sertifikasiya yanaşı MİQ-də də geniş yayılıb. Bölünəni 3 dəfə artırıb, böləni 4 dəfə azaltsaq qismət necə dəyişir? Baxın, bunu riyazi olaraq deyəcəm. Sonra bir də nümunə üzərində sizə ətraflı izah edəcəm. A bölünsün B bərabərdirsə, bölünən, bölən qismət. Bölünənlə qismət düz mütənasibdir. Bölənlə qismət tərs mütənasibdir. Yəni, bölünəni neçə dəfə artıracaqsa, qismətimiz o qədər artacaq. Böləni neçə dəfə azalacaq, o dəfə azalacaq. İndi burada bölünəni 3 dəfə artırıb. Demək, qismətimiz də 3 dəfə artdı. Böləni 4 dəfə azaltsaq, böləni azaldanda bu artacaq. Böləni 4 dəfə azaltmaq, qisməti 4 dəfə artırmaq demək. Çünki tərslik var. 4 dəfə artdı. Nəticəyə baxaq. Bir ədəd həm 3, həm 4 dəfə artanda nəticə olaraq 12 dəfə artmır. Bəli. Doğru cavab B variantı 12 dəfə artar. Bu, bunun riyazi üsulu. Nümunə üzərində gəlin izah eləyək. Tutaq ki, 12 bölünsün 4 bərabərdir 3. Elə bir bölünmə götürək ki, böləni 4-ə rahat bölə bilək, işimiz rahat olsun. Gəlin, indi verilənləri bunun üzərində tətbiq eləyək. Bölünəni 3 dəfə artırıb, bölünənimiz 12-dir. 3 dəfə artıranda elədi 36. Böləni 4 dəfə azaltsaq, bölənimiz 4-dür. 4 dəfə azaldanda eləyəcək 1. 36-nı 1-ə böldük 36. Nə baş verdi dəyərli müəllimlər? Əvvəl bizim qismətimiz 3 idi, indi qismətimiz 36 oldu. Təbii ki, 12 dəfə artım baş verib də. Yenə də gəldik doğru cavab B variantını aldıq. Növbəti 53-cü sualımız qalıqlı bölmə ilə bağlı bir sual nümunəsidir. Hər mövzu, hər imtahanda qarşımıza çıxır bu mövzu. Natural ədədi 8-ə böldükdə alınan mümkün qalıqların cəmini tapın. Biz bilirik ki, ədədi 8-ə böldükdə alına bilən qalıqlarımız 8-dən kiçikdir. Və 1-dən 8-ə qədər olan ədədlərdir. 1, 2, 3, 4, 5, 6, 7. Prinsip olaraq bunları siz adi hesablama qaydasından toplaya bilərsiniz. Amma məsələn, desək ki, natural ədədi 40-a böldükdə, 30-a böldükdə bu ədədləri bir-bir toplamaq bizim kifayət qədər zamanımızı ala bilər və bu da heç cür imtahanda əlverişli deyil. Ona görə bunun qaydasını bilmək lazımdır. Qaydamız isə belədir. Qalıqların cəmi düsturu n vurulsun, n çıxılsın 1 böl 2 düsturudur. N bizdə bölən sayılır. Yəni, böləni sadəcə yazırsan, özündən bir vahid azına vurub 2-yə bölürsən. Böləni özündən bir vahid azına vurub 2-yə bölürsən. 8 dəfə 7, 56, 56-nı 2-yə böldük elədi 28. Doğru cavab D variantı. 54
Bu da bizim hər imtahan qarşımıza çıxan suallardandır. MIQ imtahanında da geniş yayılıb. Azalanı 20 vahid azaldıb, çıxılanı 16 vahid artırsaq, fərq necə dəyişir? Yenə bunu qeyd edirəm sizlər üçün. A çıxılsın B bərabərdirsə, azalanla fərq burada düz mütənasibdir, çıxılanla fərq tərs mütənasibdir. Biz azalanı 20 vahid azaltmağımız fərqin 20 vahid azalması deməkdir. Çıxılanı 16 vahid artıranda yenə də tərslik var. Çıxılanda nə verilirsə əksini yazırsan. 16 artırmaq yenə də 16 azaltmaq deməkdir. 20, 16 bu nə olacaq? 2 dənə mənfi 36 edir. Bu 36 vahid azalmadır. Doğru cavab B. Bu bunun riyazi üsulu. Bəs müəllim bunu da nümunə üzərində izah eləyə bilərikmi? Əlbəttə eləyə bilərik. Gəlin yazaq. 60 çıxılsın 10 bərabər 50. Mənim indi ağlıma gələn ilk ədəd bu oldu. Siz də başqa nümunə ilə yaza bilərsiniz. İndi azalanı 20 vahid azaldıb. Azalanımız burada 60. 20 vahid azaldanda nə qədər eləyəcək? 40. Çıxılanı 16 vahid artırsaq. Da burada indi çıxılanın özünü tətbiq eləyik də. Fərqə tətbiq eləmirik ki. Onda özünü yazacaqsan. Onu 16 vahid artıranda nə qədər eləyəcək? 26. Dəyişimə baxaq. 40-dan 26-nın çıxanda qalır 14. Əvvəlki fərqimiz 50 idi. Sonra 14 baş verib. Olub. Nə baş verib? 36 vahid azalma. Yenə də gəldi yeni şey aldıq müəllimlər. Bəli. Bu da bunun nümunə üzərində həlli. 55 məşhur hər imtahanda qarşımıza çıxan tənliklər mövzusu. Baxın, 28 bu bir tərəfə keçir. Yazıram bura. 3 vurulsun 17 üstə gələk x bölünsün 2. 85-dən 28-i çıxırıq. Nə qalır? 85-dən 28 çıxanda 57 qaldı. İndi bölünən, bölən qismət. Yadda saxlayın ki, dəyərli müəllimlər, soldan sağa nə keçirsə öz işarəsini əksinə dəyişəcək. Burada böl 2 var. Demək bu sağ tərəfə keçəndə vur 2 ilə əvəz olunur və bu mötərizələr də burada öz mənasını itirir. Qalır 3 vurulsun 17 üstə gələk x bərabər 2-ni də 57-yə vuranda elədi 114. Buradan davam eləsək birinci vuruq, ikinci vuruq hasil. 17 üstə gələk x 3-ü də vurub açıb yaza bilərik. Heç bir problem yoxdur. Amma 114 3-ə bölək daha rahat olsun. Elədi 38. X də bərabərdir. Məhsul toplanan tapılması kimi buradan aldıq 21. Bizdən buradan çox şey soruşa bilər. Tənliyin kökün rəqəmləri cəmi və s. və ilə axır. Doğru cavab elədi. Hansı variant? Y variantı. Bərabərsizlik. Bərabərsizlikdə dediyim kimi hər imtahan qarşımıza çıxır. Deyəcəksiniz, mənim bütün suallara belə deyirsiniz. Bəli, bütün suallar hər imtahanda düşən suallardır. Mövzulardır. 9x üstə gələk 5 kiçikdir 60. Bu üstə gəl 5-i sadə tənlik kimi bu bir tərəfə keçirsək 9 vurulsun x kiçikdir 55. İndi deyəcəksiniz müəllim 55 9-a bölünmür. Bölünür sadəcə tam ədəd alınmır və ya bunun cavablarla geçsək hansı ən böyük ədədi 9-a vursaq 55-dən kiçik olsun? Məsələn 7 olmaz. 7 dəfə 9 63 eləyir. 63 55-dən böyükdür. Demək 6 ola bilər. 6 dəfə 9 54. X-in qiyməti bərabər 6. Həll qaydası necədir? 55-i 9-a böləndə alınar nə qədər? 6 tam 9-da 1. Yəni 9 dəfə 6 54, üzərində 1 gəndə 51. Ədəd oxunda da buna baxsaq 5 buradadır, 6 buradadır, 7 də buradadır. 6 tam 9-da 1 təxmini buralara düşür də, tutaq ki. Burada bizdən də ən böyük natural dediyinə görə 6-nın özünü götürəcək. Yəni belə olanda, məsələn, x kiçikdir 6 olsa ən böyük həll 5'dir, amma x kiçikdir 6 tam neçə olanda ən kiçik, ən böyük natural ədəd 6-dır. Sonra baxırıq 57-ci sualımıza. Hissə məsələləri, kəsir məsələləri. 8-də 7 hissəsi 56 olan ədədin 4-də 3 hissəsini göstərən ədədin rəqəmləri cəmini tapın. Nə edəcək burada? Bu, birinci hissəsinə görə ədədin tapılmasıdır. Ədədin hissəsinin tapılması var və hissəsinə görə ədədin tapılması var. Hissəsinə görə ədəd tapmaq üçün ədədi hissə göstərən ədədə bölmək lazımdır. Burada hissə göstərən ədəd yanında hissəsi sözü yazılandır. Yəni 8-də 7. 56-nı böləcəksən 8-də 7-yə. Bunu da 7-yə vurub 7-yə bölüb 8-ə vurmaq deməkdir. Başqa cür belə deyək, tamı kəsrə bölmək üçün tamı kəsirin tərsinə vuracaqsan 7-də 8-ə. 7 7-yə 1, bu da eləyir 8. 8 dəfə də 8 64. Amma təzədən bu ədədin, yəni bu 64-ün 4-də 3 hissəsini tapın. Tapaq 64-ün 4-də 3-ü. Bu da 64-ü 4-ə bölüb 3-ə vururuq. 16, 16-ın 3-ə vurduq 48. Ədədimiz 48-dir. Amma bizdən həmin ədədin rəqəmləri cəmini soruşur. 4 üstə gələk 8 də bərabərdir 12-yə. Doğru cavab C variantı.
Növbəti bu çoxluqla bağlı olan sualdır, yəni çoxluların tətbiq olunduğu məsələlər. 18 nəfərdən ibarət qrup səfərə getməyə hazırlaşır. Onlardan 9-u Şəkiyə, 12-si Qəbələyə, 3-ü isə həm Şəkiyə, həm də Qəbələyə gedəcək. Yalnız Qəbələyə gedən şəxslərin sayını tapın. Yalnız sözü burada önəmlidir və məsələnin taleyini həll eləyir. Gəlir bunu mən sizə Euler-Venn diaqramından daha rahat göstərim. Baxın. Tutaq ki, burada Euler-Venn diaqramı 2 dənə çevrənin kəsişməsidir. Bunlardan biri Şəki olsun, biri Qəbələ olsun. Bu ortanın kəsişməsi də hər ikisidir. Bax, burada mən müəyyən bir şeylər göstərəcəm. Bax, bu hissə hər ikisidir. Bu hissə yalnız Şəkidir. Bu hissə isə yalnız Qəbələdir. Bunun məntiqinə baxaq. İndi 3-ü həm Şəki, həm də Qəbələyə. 3-ü yapışdırdıq, bax, bu ortaya. İndi bunlardan 9-u Şəkiyə gedir. Dəyərli müəllimlər, 9-u Şəkiyə gedir deyəndə bu 9-un içərisində həm Qəbəliyə gedən var, həm də Şəkiyə gedən var. Mən yalnız Şəkini tapmaq istəyirəmsə, yəni bu Şəkiyə gedən adam Qəbəliyə getmir. Onda 9-dan 3 çıxacaq, bura 6 olacaq. Bayaq demişdim ki, bax bu hissələr yalnız Şəkidir. Bu hissələr isə yalnız Qəbələdir. Bax, bunun məntiqi bundan ibarətdir. İndi bunu yazdıq. Gəlin indi Qəbələni hesablayaq. Qəbələyə nə qədər gedir? 12-si Qəbələyə gedir. 12-si Qəbələyə gedəndə bu 12-nin içərisində Şəkiyə gedənlər də var. Amma biz o 3-ü yazmışıq deyə burada. Yalnız Qəbələyə gedənləri necə taparıq? 12-dən 3-ü çıxarıq, qalar 9. Onda yalnız Qəbələyə gedən 9-dur. Bizdən soruşur ki, yalnız Qəbələyə gedən şəxslərin sayı 9. Bəzən məsələ, bax, şərtlər, başqa şeylər də soruşula bilər ki, yalnız bir şəhərə gedənlərin sayı. Qəbələ və ya Şəkini ayrılıqda soruşmur ha. Yalnız bir şəhər. Yalnız bir şəhər olanda bu 6 ilə bu 9-u toplayıb 15 yaza bilərik. Bu da məsələnin şərtini dəyişir. Ədədi orta ilə bağlı 6 ədəddən 27, 39, 55, 17 məlum. 2 ədəd isə məhsuldur. Yəni bilmirik, naməlumdur. Həmin 6 ədədin ədədi ortasının 41 olduğunu bilərik. Bunu necə tapacağıq? 6 ədədin ədədi ortası 41-dirsə, mən bu 41-i vuraram 6 ədədə. Ədədi ortanı saya vuranda həmin ədədlərin cəmini tapmış olarıq. 41-i 6-ya vuranda 246. Mötərizədə yazıram ki, 6 ədədin cəmi. Bunu qeyd elədik. İndi, burada da 4 ədədimiz var. Bu 4 ədədi toplayaq görək. Bu 4 ədədimiz nə qədərdir? 27. Və x-nə yazmıram. Onsuz da elə burada qeyri-adi bir şey yoxdur. X-nə yazılacaq. Üstə gələk 55, üstə gələk 17. Bunları toplayanda bərabər elədi 138. Bu 138 4 ədədin cəmidir. 4 ədədin cəmi. İndi məndən soruşur ki, məhsul ədədlər. Məhsul ədədlərdə digər 2 ədəd olacaqdır. Çünki 6 ədədin 4-ünü biz bilirdik. Bu 6 ədədin cəmindən 246-dan çıxaram 4 ədədin cəmini, yəni 138-i bərabərdir 108 almış olarıq. Burada yazıram 2 ədədin cəmi. İndi burada müəllimlər bir şey unutmayın. Bəzən bizdən soruşar ki, məhsul ədədlərin ədədi ortasını tapın. Onda təzədən biz bu 108-i 2-yə bölüb 54 yazmalıydıq. Doğru cavab burada elədi. D variantı. 60-cı sual. Düzbucaqlının uzunluğu 8 sm-dir. Düzbucaqlının uzunluğu 8-dir. Enini bilmirik. Eni x-dir. Perimetri də 22-dir. Düzbucaqlının perimetri düsturuna əsasən 2 vurulsun. Uzunluq üstə gələk. En bərabər 22. Və ya 22-ni yarıya bölüb enin uzunun cəmini kimi də yaza bilərdik. 8 üstə gələk x bərabər 22-ni isə 2-yə böləndə 11. X də bərabər 3. Demək, bizim düzbucaqlımızın eni də 3 sm-dir. İndi sahəni məndən soruşduğuna görə düzbucaqlının da sahəsi s bərabər a vurulsun b-dir. Yəni 3-ü vuracaqsan 8-ə, eləyəcək 24. Doğru cavab B variantı. Sonra 61-ci sualımız 4 ardıcıl tək ədədin cəmi 208-dir. Bunu düsturuna yaza bilərik. Ardıcıl tək ədədlərimiz n üstə gəl 2, n üstə gəl 4, n üstə gəl 6. O düsturuna gedə bilər. Bir problem yoxdur. Və ya 2 n üstə gəl 1 ilə də gedə bilərik. Amma sizə daha rahat bir qayda deyəcəm. Bu 208-i böldük 4 yerə. 208-i 4 yerə böləndə 52 eləyir. 52. İndi bax diqqətli olun. 52 cütdür. Amma mənə burada deyir tək. 52 hansı ədədlərin ortasında yerləşir? 51-lə 53-ün. Onda digər ədədlərimiz də olacaq. 2 çıxacaqsan 49, 51, 53, 55. Gördünüz necə rahat. Müəllim bunu hardan bildi? Ümumiyyətlə yadda saxlayın.
Ardıcıl ədədlərdə sayı, daha doğrusu cəmi saya böləndə ortadakı ədədi tapırıq. Tək sayda olanda daha rahat işimiz ortadakı ədəd olur. İndi cütdə də bilirsən ki, burada səndən təklər soruşuram. 52 hansı ki ardıcıl tək ədədin arası yerləşir? 51, 53. Ardıcıl təklər də 2 artıb 2 azaldığına görə 51-dən 2 çıxıram 49, 53-ün üzərinə 2 gəlirəm 55. İndi bu ədədlərin ədədi ortası onsuz da elə 52-dir. Çünki toplayıb bunların hamısını toplasaq yenə 208 eləyəcək. Təzədən 208-i 4-ə böləndə yenə 52 alacaq. 52 ilə bu ədədlərin ən kiçiyinin cəmini tapın. Ən kiçiyi də 49-dur. 52-nin üzərində 49 gələndə 101. Bu praktiki qaydaları öyrənmək lazımdır ki, bizə imtahanda vaxt qazandırsın. Sonra 61-in ikinci sualımız. 61 yazdıq. 62. Demək, 50 yüzlüklə 40 onluğun cəmi neçədir? Mən sizə desəm ki, 5 yüzlük nə demək? Yazacaqsan ki, mənim 5 vurulsun 100. Deyəcəm ki, 4 onluq nə demək? 4 vurulsun 10. Eyni məntiqdə buradadır. 50 yüzlüyümüz o deməkdir ki, 50 vurulsun 100. Bu da bərabərdir 5-in sonunda 3 dənə 0. 5000. 40 onluq nə deməkdir? 40 vurulsun 10. Bu da bərabərdir 400. İndi cəmini soruşur. 5000 üzərinə gəlinsin 400, 0, 0, 4, 5. 5400. Belə bir cavab var. C variantı. Çevirmələr bilirik ki, həm MİQ, həm sertifikasiyanın ayrılmaz bir hissəsidir. Hər imtahan da bu suallar bizi qarşılayır. 9 metr, 7 desimetr, 2 santimetrin 9'da 5 hissəsi neçə santimetrdir? Bunun əzbər bilməyə ehtiyac yoxdur. Daha rahat bir qayda deyəcəm. Uzunluq vahidlərində kilometrdən metrə keçirik. Metrdən desimetrə, desimetrdən santimetrə, santimetrdən millimetrə. Bir dənə kilometrlə metrin arasında vuraq 1000 var. Qalan hər birinin arasında vuraq 10 məntiqi işimizə yarayır. Və burada hamısını santimetrindən soruşur. İndi 9 metr bu nəyə bərabərdir? Bax, metrlə santimetrin arasında 2 dəfə 10 var. Yəni 2 dənə 0 var. 9'un sonuna 2 dənə 0 yazacağım və yanına yazacağım santimetr. 7 desimetrimiz nəyə bərabərdir? Desimetrlə santimetrin arasında 1 dənə 0 var, 70. İndi praktikada 1 metrin neçə santimetr olduğu, 1 desimetrin neçə santimetr olduğu çox işlənir deyə. Bu adətən bizim yadımızda olur. Amma məsələn 1 metrin, 1 kilometrin neçə santimetr və s. bunlar artıq bundan daha rahat yadda saxlamaq olar. Yəni əzbərləməyə ehtiyac yoxdur. 2 santimetrdə özü olduğu kimi qalır. İndi bunları toplayıram. 972 toplasaq eləyəcək 972 santimetr. Və bunun 9'da 5 hissəsi vurulsun 9'da 5. Bu da bərabərdir. 972 9'a bu ixtisar gedir. Buradan qalır 108. 108'i də 5'ə vuranda elədi 540 santimetr. 540 santimetrimiz harada var? C variantı. 64. Yenə çevirməklə bağlıdır. 8'də 3 kiloqram 600 qramdan nə qədər azdır? Biz burada 1 kiloqramın bərabərdir 1000 qram olduğunu bilməliyik. Burada da 8'də 3 kiloqram yazılıb. Demək bu 8'də 3'ü qrama çevirməliyik. 8'də 3'ü vuracaqsa 1000'ə. Və ixtisar eləyəcəyik. 1000'i 8'ə bölərik, 3'ə vuraraq eləyər 125. 125'i də 3'ə vuranda eləyər nə qədər? 375 qram. Elə bu sual belədir də. 375 qram 600 qramdan nə qədər azdır? 600'dən 375'i çıxaram, qalar 215, daha doğrusu 225 qram. 225 qram. Belə bir cavab da harada var? A variantında. Yenə eyni uzunluq vahidindən bağlıdır. Bunu az öncə yazmışdıq. Burada 13 metr 7 santimetr çıxılsın x bərabər 120 millimetr. Müəllim, bunun hamısını mən millimetrə çevirdim. Yaza bilərsən. Hamısını santimetrə çevirib. Onluq kəsrə çevirib, kilometrə də çevirib həll edə bilərsən prinsip olaraq bu sualı. Amma onlara ehtiyac yoxdur. Elə bil sən işini 3-4 qat ağırlaşdırırsan. Elə santimetrə çevirək. Az öncə dedik ki, metrdən santimetrə keçəndə 100'ə vururuq. Santimetr. Bu elədi 137 santimetr. Bu hissəsi 137, daha doğrusu 13'ü 100'ə vuranda, 1300 eləyir. 1300. Üzərində 7 gəndə 1307. 1307 santimetr çıxılsın x bərabər millimetrdən santimetrə keçirdik. Santimetrdən millimetrə keçəndə vuraq 10 var idi dəyərli müəllimlər.
Millimetrdən santimetrə keçirəndə bölək 10 var idi. Bununla bağlı kanalda kifayət qədər izahlar var. Yəni indi biz 120 millimetrdən santimetrə keçəndə 10-a bölərik. Yəni bir sıfır silərik. Bərabərdir 12 santimetr. Buradan da x bərabərdir 1307-dən 12-ni çıxanda qalar 1295. 1295 santimetr. Doğru cavab elədi B variantı. Sonra pulla bağlı çevirmələr, pul vahidləri, bunlar da xüsusi proqramda adı keçir. 1 manat pul çevirmələrində ən vacib olduğu bilməli olduğumuz bax budur. 1 manat bərabərdir 100 qəpik. Hesablayaq. X üstəgələk və sizə tövsiyəm pul məsələlərində manat və qəpik varsa hamısını qəpiyə çevirib həll edin. 4-də 1 manatımız var. Bu 4-də 1 manat 18 qəpiyi. 4-də 1-i vuraram 100-ə. 100-ü 4-ə böləndə 25 qəpik. Onda 25 qəpiyimiz buradadır, 18 qəpiyimiz də buradadır. Yaza bilərik ki, buradan x üstəgələk 43 qəpik bərabərdir. 5-də 3 manat 30 qəpik. 5-də 3-ü vurarıq 100-ə. 5 5-ə 1, 105-ə 20. 20-ni də 3-ə vuranda 60. 60-dan da 30, 90. Bu da bərabərdir burada 90 qəpik. İndi x bərabərdir. 43 bu bir tərəfə keçir. 90-dan 43 çıxanda qalar 47 qəpik. Belə bir cavab A variantında. Məşhur xalça məsələsi də deyə bilərik buna. Uzunluğu 7 metr, eni 5 metr olan otağın döşəməsinə hər tərəfdən 1 metr boş yer qalmaqla palaz sərilmişdir. Palazla örtülmüş sahə nə qədərdir? Bəzən boş sahəni soruşur və s. Baxın, 1 metr o deməkdir ki, bu uzunluğu, divarın uzunluğu deyək, otağın döşəməsi deyək, 7 metrdirsə, buradan 1 metr çıxsaq, buradan 1 metr kəssək, 1-1. Demək, bu palazın uzunluğu olacaq 5 metr. Hər tərəfdən 1-1 götürürük. İndi gəlin keçək enimizə. Enimizə baxaq. Yuxarıdan 1 metr məsafə, aşağıdan 1 metr məsafə. Bir yuxarıdan, bir aşağıdan. Bu ümumi uzunluqdan çıxıram onu, qalır bura 3 metr. Əla. İndi məndən nəyi? Burada çox şey soruşula bilər. İndi burada palazla örtülmüş sahəni soruşur. Sadəcə 5-i vurursan, 3-ə bərabər elədi 15 kvadrat metr. Doğru cavab C. Amma müəllimlər, bəzən bizdə bu boş qalan sahəni soruşur. O zaman 7-ni 5-ə vuraraq bütöv döşəməni taparıq, palazı taparıq və ümumidən o palazın sahəsini çıxarıq. Bu da bizim növbəti sualımız idi. 68. Fiqurun perimetrini tapın. Fiqurun perimetri onun bütün hər tərəfinin, belə deyək, cəmləridir. Baxın, görün necə rahat. Bura 10-dur, hə, bütövüm dəyərli müəllimlər. Buradan bura 7-dirsə, onda bu uzantını bu formada çəksək, bura 7-dirsə, onda bura 3 düşəcək. Bizə lazımdır, bax, buranı tapmaq. Bura 3-dür. Başqa cür desək, bunu buradan gətirib belə birləşdirsək, yenə 3 eləyir, bəli. İndi baxaq, bax, bu hissəni tapaq. Bu hissəni necə tapacaq? Buradan bura qədər 9-dur, buradan bura qədər 6-dur. 9-dan 6-nı çıxanda onda burada 3-dür. Elə bil, bax, bunu burada belə təsvir edə bilərdik də. Əla, uzantıları çəkmək bu şəkildə ən önəmli olan nüansdır. Demək, onda buradan burada 3-dür. Buradan burada 3. Əla, bütün uzunluqlar artıq mənim üçün bərabərdir. Bilirəm, daha doğrusu bərabər deyəndə qalır bunları hesablamaq. Yəni 10, buradan başlayıb geçsək bu istiqamətə doğru gedək ki, çaşmayaq. 10 üstə gələk 9, üstə gələk 3, üstə gələk 3, üstə gələk 7, üstə gələk 6. Hamısını toplasaq 10, 9, 3, 3 bərabər eləyəcək 38. 19, 22, sonra 25, 32, 38. Bəli, doğru cavab B variantı. 69. Hesab əməlləridir bu, ardıcıllıqla bağlı. Burada biz demişik ki, birinci mötərizə həll olunur, vurma, bölmə, sonra isə toplama, çıxma. Mötərizənin içərisində isə vurmamız var. Ona görə bunu ardıcıllıqla yazıb hesablayacağım. Birinci nə var? 43-ü vurursan 5-ə. 43-ü 5-ə vuranda elədi 215. 215. İkinci mərhələdə 385-dən çıxıram 215-i. 385-dən 215-ə çıxanda qalır burada 170. Sonra, dəyərli müəllimlər, baxın,
Bu 170-i bölmə var 2-yə. Demək, 3-cü addımda nə edəcək? 170-i böləcəksən 2-yə. 170-i 2-yə böləndə elədi 85. Əla. Artıq bura qədər olan hissə bitdi. Burada da 3400 var idi bunlarla toplamaq. İndi yazıram 4-cü mərhələmiz 34526 üstə gələk 85 bərabərdir elədi 34611. Ən sonuncu 5-ci əməliyyatımız bura qədər bitib. Yəni bura qədər tapmışıq. 34611 çıxılsın 96. Bu da bərabər eləyir 34515. 34515 cavabı da var. Y variantı. 70 yenə tənli ilə bağlıdır. Tənliyi həll edin. Nə dedi az öncə? Bu vur 17 bu bir tərəfə keçir. Böl 17 ilə əvəz olunur. Və burada da əslində buradakı hesablarımızı da baxın. Mövcud hesablamalar bəzən belə uzun verilə bilər. Biz özümüz onu hesablayıb axırına çıxmalıyıq. Nə qalacaq burada? 45 üstə gələk x. Üstə gələk 287-dən 13 çıxanda 274 qalır. İndi burada da bir mötərizə olmalı idi. Amma bu vur 17 bu bir tərəfə keçdiyinə görə bu mötərizənin artıq bir önəmi qalmır. Bərabərdir. Vur 17 bu tərəfə keçir elə bil böl 17 ilə əvəz olunur. 6970-i 17-yə böləndə 410 eləyir. Əla. Buranı yazdıq. 410. Buradan sonrası rahatdır da. 274 keçir bura. Yazıram 45 üstə gələk x bərabərdir. 410-dan 274-ə çıxanda qalır 136. X də bərabər 91. Doğru cavab B variantı. Yəni burada hesablamalar çox ola bilər ardarda. Biz onları birinci yerinə yetiririk ki, işimiz rahat olsun. Bərabərliyi, bərabərsizliyində A-nın ala biləcəyi ən böyük natural qiymət neçədir? A üstə gələk 491 kiçikdir 1155. Nə edəcəyik? A kiçikdir. 491 bu bir tərəfə keçir. 1155-dən çıxanda qalır 664. 664-dən kiçik olan ən böyük ədəd hansıdır? 663. Buradan natural həlləri 1-dən 664-ə qədərdir. Ən böyük dediyinə görə 663-ün özünü götürürük. Doğru cavab D variantı. Hesablayın. Hesablayın. Bu tutum vahidləridir. Proqramda da tutum vahidləri xüsusi olaraq adı keçir. Burada bilməliyik ki, 1 litrimiz bərabərdir 1000 millilitr. Bu çox önəmlidir bu vahidlərdir. İndi 4-də 1 litr. 4-də 1-i vuracaqsan 1000-ə. Yəni litrdən millilitrə keçmək üçün 1000-ə vurmalısın. Bu da 1000-i 4-ə bölüb 5-ə vuracaq. 1000-i 4-ə bölüb 5-ə vuranda eləyəcək 250 millilitr. Hamısı da millilitrdir. Yerinə yazaq, hesablayaq. 250 millilitr üstə gələk 350 millilitr çıxılsın 108 millilitr. Bu da bərabərdir. 250 ilə 350-ni toplayanda 600 eləyir. 600-dən də 108-i çıxanda qalır 492 millilitr. Belə bir cavab harada var dəyərli müəllimlər? A variantında. Əla. Sonra x-i tapın. Burada da nə edərik? 4 metr 32 santimetr bərabərdir 5 santimetr 2 millimetr. Gəlin bunu belə yazaq. Belə yazmağa çalışaq. Bu 4 metr 32 santimetr. Yazıram burada x çıxılsın 4 metr. Bu 32 santimetrin birini xırdalayıram. Qalır burada 31 santimetr. 31 santimetr. Ya da heç ehtiyac yoxdur müəllimlər. Heç ehtiyac yoxdur. Necə eləyəcəyik? X bərabərdir. X bizdə burada nə sayılır? Məhsul nədir? Azalan. Çünki baxın, azalan, çıxılan fərq. Məhsul azalan tapmaq üçün çıxılan keçəcək bu bir tərəfə. 10 da toplanacaq. 4 metr 32 santimetr üstə gəlinsin. Eyni vahidlər alt-alta düşür. 5 santimetr. Burada yazıram 2 millimetr. 2 millimetr 37 santimetr. Burada 4 metr. Baxın 4 metr 37 santimetr 2 millimetr. Belə bir cavab B variantında var. Əla. Növbəti sualımız
Qalıqlı bölməklə bağlıdır. Bölən 230. Bölənimiz 230'dur. Natamam qismətimiz 49'dur. Ən böyük bölünən neçə olar? Bölünən ən böyükdür. Biz bilirik ki, qalıqlı bölmə əməlində qalıq hər zaman böləndən kiçikdir. Yəni bax bu buradakı qalığın yeridir. Bu qalıq bu böləndən kiçikdir. Ən böyük dediyinə görə biz haqlı olaraq qalığın ən böyük qiymətini yazıb hesablayacağıq. Bölənimiz də 239-dursa, qalığın ən böyük qiyməti 229 ola bilər. 230 olsa təzən bir də bölünər, 231 olsa yenə bölünər. Demək ən böyük 229-dur. Bölünən bir vahid az. İndi bölünəni necə tapırıq? Bölünəni tapmaq üçün bura bir x yazsaq deyə bilərik ki, böləni natamam qismətə vurub 230'u vuraram 49'a, üzərinə qalığı əlavə eləyirik. Yəni 229'u. Bu da bərabərdir. Bunları vurub hesablasaq, nəticə olaraq alacağıq 11499. Belə bir cavab Y variantında. Növbəti 75-ci sualımız. 328.614 ədədini 10 minliklərə qədər yuvarlaqlaşdırıb. Təkli onluq, yüzlük, minlik, 10 minlik. 2-dən sonra gələn rəqəm 8-dir. Ona görə biz nə edəcəyik? 2-dən sonra gələn rəqəm əgər 5, 6, 7, 8, 9 ise bir vahid artırdı. Olurdu. Bu 3 qalır, bu 2-ni 3-lə eləyirik, qalanları 0-la. Özündən sonra 4 dənə rəqəm olduğundan 1, 2, 3, 4. 4 dənə 0 yazırıq. Demək, 10 minliklərə qədər yuvarlaqlaşdırsaq ədədimiz olacaq 330 min. Və sonra bunu 5 dəfə azaldaq. 330 mini böləcəyik 5'e. Bunu da 5'e böləndə alacaq 66 min. 66 min eləyərdə 5 dəfə 0, 0, hə. 66 min cavabı da var. C variantında. Yəni yuvarlaqlaşdırmanın qaydasını bilirsiniz və sonra sadəcə onu tətbiq eləmək lazımdır. 76 bağlıdır. Tənlik qurmaq və ya sondan da gedə bilərik. Sonra tənliyini də deyərəm. Bizə deyir ki, bir ədədi 5 dəfə artırıb üzərinə 910 gəldikdə cəm 1680 olar. Yazılıb üzərinə bunu gəldikdə 1680 olar. İndi gəlməmiş halına baxıram. Sondan gedirik. 1680 çıxılsın 910. 1680-dən 910'a çıxanda qalır bərabərdir 770. 770. Sonra da yazıb 5 dəfə artırıb. İndi 5 dəfə artıranda 770 olan ədəd hansıdır? 770'i bölürəm 5'e. Bu da bərabərdir 154. İndi bu ədədin rəqəmləri cəmi 1 üstə gəl, 5 üstə gəl, 4. Bu da bərabərdir 10'a. Doğru cavab A variantı. Tənliyi də belə eləyə bilərik. Ədədimiz x-dir. 5 dəfə artıranda oldu 5x. Üstə gələk 910 bərabər 1680. Bu tənliyin də həlli bundan eyni şeydir. Sonra demək baxırıq buna. Müəllimlərin biraz çətin çəkdiyi bu sual bizdən bərabərliyini ödəyən natural həllər üçün aşağıdakılardan doğru hansıdır? Bu vurmanın müqayisəsidir. Bunların hər birinin arasında vurma var. Bunun riyazi qaydasını deyəcəm. Sonra da ədəd qoyma məntiqini izah edəcəm. Əgər vurmanın müqayisəsi yazılıbsa dəyərli müəllimlər, burada da D-nin yanında heç nə yoxdur deyə bilərsiniz, amma vuraq bir yaza bilərik də, onsuz onu dəyişmir. Baxın, vurma bu cür formada verilibsə, kiçik rəqəmin yanında duran hərf böyük rəqəmin və ya böyük ədədin yanında duran hərf isə kiçik olur. Məntiq də ondan ibarətdir ki, burada ən böyük D-dir. Çünki ən böyük D-dir ki, bunu nəyəsə vurmağa ehtiyac yoxdur. Məsələn, ən kiçik B olacaq. Çünki B o qədər kiçik ədəddir ki, onu ona vurmuşuq, bərabərlik ödənsin. 10 da ən böyük D olacaq. Sonra gələcək C, sonra gələcək A, sonra da gələcək B. Yəni kiçiyə doğru, böyükdən kiçiyə doğru yazılıb. D böyükdür, C böyükdür, A böyükdür, B. Qaydanı bir də deyirəm və keçirəm digər həll qaydasına. Bunun digər yoluna. Vurmanın müqayisəsi zamanı kiçik hərfin yanında duran, kiçik rəqəmin yanında duran hərf böyük ədədin yanında duran hərf isə kiçik olur. Başqa cür, baxın, 3'ə 10'a 2'yə bölünən ən kiçik ədəd hansıdır? Vurmada 3, 10, 2 bərabər eləyərik 30. Bunun hamısını 30'a bərabər eləyirik. İndi gör necə rahat olur. 3A 30'a bərabər olması üçün A nəyə bərabər olmalıdır? 10'a. 10B 30'a bərabər olması üçün B nəyə bərabər olmalıdır? 3'ə. 2C 30'a bərabər olması üçün C nəyə bərabər olmalıdır? 15'ə. A 30'a bərabər olması üçün D nəyə bərabər? D 30'a 30 olmalıdır ki, 30'u 1'ə vuranda 30 eləyir. Həqiqətən də ən böyük ədədimiz D-dir, sonra C-dir, A-dır, ən kiçiyi də B-dir. Bax, məntiqini gördünüz, məntiq bundan ibarətdir. Növbəti
Kvadratın perimetri 24 santimetrdir. Kvadratın perimetri 24 santimetrdirsə, onda 24'ü bölürəm 4 yerə bərabər 6. Demək, onda bunun bir tərəfi 6 santimetrdir. İndi sahəsi bu kvadratın sahəsindən 4 kvadrat santimetr böyük olan. Onda bunun sahəsini tapaq. 6'nı vururam 6'ya bərabər 36 kvadrat santimetr. Bu 36 kvadrat santimetr kvadratın sahəsidir. Və bunun sahəsindən də 4 kvadrat santimetr olan böyük düzbucaqlı. 36'nın üzərinə 4 gəlirəm, 40 kvadrat santimetr edir. Bu 40 kvadrat santimetr düzbucaqlının sahəsidir. Və düzbucaqlının da sahəsi enlə uzunluğun hasilinə bərabərdir. Şərtdə də mənə düzbucaqlının enini 5 verib. Sahəni də bilirəm. Bundan istifadə edib rahatlıqla uzunluğunu tapa bilərəmmi? Bəli. 40'ı bölərəm 5'ə bərabər eləyərəm 8. Demək, düzbucaqlının uzunluğu 8'dir. İndi bizdən bu düzbucaqlının perimetrini soruşur. 2 vurulsun, 2 vurulsun. 8 üstə gələk 5. 8'in üzərinə 5 gələndə 13, 13'ü də 2'yə vuranda elədi 26 santimetr. Doğru cavab A variantı. Sonra 79 həndəsə ilə bağlı ibtidai səviyyədə maraqlı suallardır. Üçbucağın belə deyək də bu 93 dərəcə deyir. Bunu belə bir bucaq olsun. 93 olsun. Aha. 93 dərəcə bu kör bucaq olacaq 93 dərəcə. İkinci bucağı düz bucağın üstə bir hissəsi. Düz bucaq neçə dərəcə idi? Düz bucaq 90 dərəcə olan bucaqlardır. Onda 90 dərəcənin 3'də 1'nə baxıram. Bu bərabər eləyir 30 dərəcə. Onda bura oldu 30 dərəcə. Əl 30 dərəcə. Üçüncü bucağını tap. Bu necə taparıq? Biz bilirik ki, üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Bu məntiqə əsasən 180 dərəcədən bu mövcud olan iki bucağın cəmini çıxsaq, üçüncü bucağı rahat tapmış olaraq. Çıxılsın 30 üstə gələk 93. 30 ilə 93'ü toplayanda eləyir. Nə qədər? 123 eləyir də. Bəli. 123. 180'dən də 123'ü çıxanda elədi 57 dərəcə. Onda bizim bu bucağımız da 57 dərəcəymiş. Doğru cavab A variantı. 80-ci sualımız. Ambarda olan 732 ton buğdanın altda 5 hissəsi birinci gün, qalan buğdanın. Bu kəsir məsələsidir. Kəsir məsələsində qalan önəmlidir, qalan sözləri önəmlidir. İndi 732 ton buğda var idi. Bu 732 tonun 6'da 5 hissəsini birinci gün satır. 732'ni 6'ya bölüb 5'ə vuranda eləyir 610. Bu artıq sizin hesablamanızdır da, bir də onu uzatmıram. Buraya yazıram, bu birinci gün satılan. İndi görün nə deyir bizə? Qalan buğdanın, qalan sözü çox önəmlidir. Demir ki, sonra buğdanın, qalan buğda deyirsə 732'dən çıxıram 610. 732'dən 610 çıxanda qalır burada 122. Buraya yazıram qalan. Müəllim birbaşa 6'da 5'i deyirsə 6'da 1'ini tapa bilərdim. Tapa bilərdi, heç bir problem yoxdur. İndi qalan buğdanın yarısı isə ikinci gün satıldı. 122'nin ikisi də bərabər eləyir 61. İkinci gün satılan. İkinci gün satılan. İndi bizə deyir ki, neçə ton buğda qaldı. Ən sonda nə qədər qalmışdı? 122. 122'nin yarısı satılıbsa yarısı qalacaq da. 122'dən çıxırsan 61'i bərabər qalır 61. Demək, doğru cavab D variantı. Belə eləyə bilərikmi? Sualını verə bilərsiniz ki, ümumidən 732'dən də həm birinci gün satılan, həm ikinci gün satılanı çıxsaq, yerdə qalan cavabımız olar. Elə də eləmək olar, amma işimizi niyə çətinləşdirək? Ən sonda ikinci gün qalan, daha doğrusu ən sonda qalan 122'dir. İkinci gündə bunun yarısı satılırsa, yarısı da qalacaq. Nəyin yarısı satılırsa, demək yarısı da qalır da. Sonra 81. Ana qırmızı lentdən 5'də 3 metr, yaşıl lentdən isə 5'də 2 metr aldı. Qırmızı lent yaşıl lentdən nə qədər uzundur? Bunu santimetrə çevirib də çıxa bilərik. Və ya adi məxrəci eyni olan kəsirlərdir. Bir-birindən çıxıb da sonra santimetrə çevirmək bizim işimizə yarayar. Qırmızı lentimiz nə qədərdir? Qırmızı lent 5'də 3'dür. Yaşıl lent 5'də 2'dir. İndi 5'də 3, 5'də 2'dən nə qədər çoxdur? Necə taparıq? Böyük kəsirdən kiçik kəsiri çıxarıq. 5'də 2'ni çıxarıq. Bərabərdir 5'də 1 metr. İndi 5'də 1 metr cavabı yoxdur. Təbii ki, bunu biz santimetrə çevirməliyik. 1 metrimiz də bərabərdir 100 santimetr.
Ona görə 5-də 1 vurulsun 100. 100-ü də 5-ə böləndə elədi 20 santimetr. Doğru cavab elədi C variantı. Sonra 82-ci sualımız. Bu da bizim düzbucaqlımızdır. Eni uzunluğundan 3 dəfə kiçik olan bir düzbucaqlının eni x-dir, uzunluğu 3x-dir. Eni uzunluğundan 3 dəfə kiçik olan bir düzbucaqlının perimetri 32 santimetrdir. Perimetr 2 vurulsun, 2 vurulsun, uzunluq üstə gələk n bərabər 32-yə. Bu 4 eləyir. 4 dəfə 2 8x. 8x bərabərdir 32, x də bərabərdir 4-ə. İndi bu düzbucaqlığın sahəsini bizdən soruşur. Düzbucaqlığın sahəsi n olacaq 4, uzunluğu olacaq 12. Və bunun sahəsi olacaq nə qədər? 4 vurulsun 12 bərabərdir 48. Y variantı. Gəldik 83. Diaqram. Bəzən müəllimlər bunun sadəcə quruluşundan qorxurlar, amma qeyri-adi heç nə yoxdur. Sadəcə bildiyimiz diaqram sualı nədir? Dəyərli müəllimlər, baxın. Bildiyimiz bütün məsələ tipləri var. Yaşdır, sürət. Onlar bizə diaqram formasında verilə bilər. Faizdir, ədədi ortadır. İndi burada rənglər verilir və rənglərin çəkisi verilib bizə. Verilmiş diaqramda bir gün ərzində mağazada satılan meyvələrin kütlələri göstərilmişdir. Bir gündə satılan meyvələrin orta statistik nəticəsi. Yeni anlayış çıxır, qorxutmasın sizi. Orta statistik nəticə. Bunun bəzən adı median da gedir. Diqqətli olaq. Burada nədir? Bu nə deməkdir? Verilən ədədlər ardıcıl olaraq yazılır. Alma 7-dir. 8, 9, 10, 11. Ədədi orta ilə orta statistik nəticəni qarışdırmayın. Bunlar üst-üstə düşə bilir ardıcıl ədədlərdə, bu öz yerində. Amma ədədi orta ayrı şeydir, orta statistik ayrı şeydir. Orta statistik nə deməkdir? Əgər say tək olarsa, ortadakı götürülür. Ortadakı ədəd götürülür. İndi sayımız nə deməkdir? Neçə dənə ədəd var burada? 1, 2, 3, 4, 5. 5 sayı, yəni tək ədəddə say. Ortadakı bizim olacaq Y variantı statistik ortamız. Say cüt olardı. Tutaq ki, məsələn, belə bir nümunə yazıraq. Bax, məsələn, 6, sonra 8, 14, 20. Bu ədəd ortası başqadır, statistik ortası başqadır. Və say cüt olanda necə olur? Cüt olanda isə ortadakı ikisinin yarısı götürülür. Baxın, önəmlidir. Say cüt olanda ortadakı ikisinin yarısı götürülür. Say tək olanda ortadakı götürülür. Növbəti. Kvadratın daxilinə çəkilmiş çevrənin radiusu. Bunu dəfələrlə demişik. Bütün izahlarımızda demək olar ki, buna toxunulur. Çünki hər imtahanda düşür. Bax, belə deyək. Kvadratın daxilinə çəkilmiş çevrədir. Belə bir kvadrat çəkək. Bunun daxilinə çevrə çəkirik. Kvadratın daxilinə çəkilmiş çevrənin radiusu 8-dir. Buradan bura qədər 8-dir. Bizə deyək ki, kvadratın sayəsini tapın. Radius 8-dirsə, bu digər radius da 8-dir. 8 ilə 8 eləyəcək nə qədər? 16. Diametri 16-dır. Daha doğrusu heç bu hələ buranı yazmıram. Diametri 16 olur, bəli. Biz də nə demişik? Kvadratın daxilinə çəkilmiş çevrənin diametri onun tərəfinə bərabərdir. Onda bunun tərəfi olacaq 16. Kvadratın sahəsi isə onun bir tərəfinin kvadratıdır. Yəni 16 vurulsun 16-ya. 16-nı da 16-ya vuranda elədi 256 kvadrat santimetr. Doğru cavab B variantı. 85. Düzbucaqlının uzunluğu 11 santimetrdir. 11 santimetr. Eni isə sahəsi 36 santimetr kvadrat olan kvadratın tərəfinə bərabərdir. Sahəsi 36-dırsa, kvadratın sahəsi 36-dırsa, bunun tərəfi nəyə bərabərdir? 6-ya bərabərdir də. Həmin 6 düzbucaqlının bizim məsələdə eni olur. 11-6. İndi təzədən bu düzbucaqlının məndən sahəsi soruşulursa, 11-i vuraram 6-ya, bərabər eləyər 66 kvadrat santimetr. Doğru cavab D variantı. Bu sualda vaxtilə miqə düşmüş bir sualdır. Məftil parçasından sahəsi 81 kvadrat santimetr olan kvadrat düzəltdilər. Bu məftil parçasını əyib belə bir kvadrat düzəldirik və bunun sahəsi 81-dir. 81-dirsə bunun tərəfi 9-dur. Müəllim, hardan aldıq? Çünki 81 nəyin kvadratıdır? 9. Bunun tərəfi 9 olub ki, 9 dəfə 9 81 eləyir.
Tərəfi 9-dursa, onda bu məftilin uzunluğu mənə maraqlıdır. Uzunluğu maraqlıdır, yəni perimetr maraqlıdır. Şu məftilin uzunluğundan mən görüm necə üçbucaq düzəldə biləcəm. 4-ü vuracaqsan 9-a, bərabər eləyəcək 36 sm. Demək, bizim məftilimizin uzunluğu 36 sm-dir. İndi həmin məftildən də bərabər tərəfli üçbucaq düzəldəcəyik. 36 sm-lik məftili 3 yerə tam bölsək, 36-nı bölərsən 3-ə, bərabər eləyər 12 sm. Doğru cavab D variantı. Bax, məntiq bundan ibarətdir. 87. Ata saat 7:40-da evdən çıxıb zavoda getdi. O 8 saat işlədi. Ata evdən zavoda getməyə və qayıtmağa cəmi 50 dəqiqə vaxt sərf elədi. Onda biz deyə bilərik ki, atanın həm işləməsi, həm də yola sərf eləmə vaxtı ümumilikdə 8 saat 50 dəqiqə çəkir. Tamam. Və bu da 17:40-da evdən çıxır. Ata daha doğrusu 7:40-da evdən çıxırsa, gedir 8 saat işləyir, getmək vaxtı var, gəlmək vaxtı var. Neçədə evə çatdı soruşursa, bu 7:40-ın üzərinə. Bunu ayrı-ayrı da yazıb toplaya bilərdik. Ən uyğunu budur. Bu 7:40-ın üzərinə gələcəm bu 8:50-ni. 0 ilə 0, 4 ilə 5, 90, 7 ilə də 8, 15. 15, 90. Amma burada 90 dəqiqə 1 saatdan böyük olduğuna görə bu 90-ı xırdalayaram, bura yazaram. 60-ı çıxaram, qalar burada 30. Niyə 60-ı çıxıram? Yəni 60 dəqiqəsini 1 saat eləyib, saatın üzərinə gələrəm. Bu da eləyər 16:30. Saat və dəqiqə. 90 dəqiqəli bir şey yoxdur, amma saata tamam keçəndən sonra onu saata tamamlayıram. Yəni 90 dəqiqənin 60 dəqiqəsini götürüb 1 saat eləyib 15-in üzərinə gəlirəm. Yerdə qalan dəqiqəm də özü qalır. 16:30. Cavab B variantı. 88. Şagird hər dəfə 1 saat 20 dəqiqə olmaqla həftədə 3 dəfə idmanla məşğul olur. Həftədə 1 saat 20 dəqiqə, bu bir ayrı-ayrılıqda da bunu 3-ə vura bilərik. Daha doğrusu dəqiqə çevirib 3-ə vura bilərik, ayrı-ayrılıqda da. 1 saat 20 dəqiqə. Vururam 3-ə. Onda 1 saat 3-ə vuranda 3 saat, 20-ni 3-ə vuranda 60. 3 saat 60 dəqiqə. Baxıram, cavabda belə deyil. Bu 60 dəqiqəni də 1 saat eləyib 3-ün üzərinə gələrəm. Yekun olaraq yazaram. 4 saat. 4 saatım harda var? Y variantında. 89-cu suala baxırıq. Bir hovuz 1440 litr su tutur. Boş hovuz 45 dəqiqə ərzində 2 krandan axan su ilə doldu. Birinci krandan dəqiqədə 14 litr su axarsa, ikinci krandan hovuza dəqiqədə neçə litr su axmışdır? Baxaq. 1440 litr su tutursa, 45 dəqiqə ərzində 2 krandan axan su ilə doldu. Birinci krandan, indi biz baxaq görək. Bu 1440-ı 45-ə bölürük. 45 dəqiqəyə bölürük, görək 1 dəqiqədə nə qədərdir? Böləndə 32 litr. Yazıram bura 1 dəqiqədə axan su. Axan su. 45-ə böldük, 32 litr ilə. Birinci krandan dəqiqədə 14 litr su axır. İndi 14 litr su axıbsa, onda ikinci kranın nə qədər qalıb? 32 litrdən çıxıram 14-ü, bərabər 18. Bu qədər rahat. Doğru cavab A variantı. Neynədik? 1 dəqiqədə 2 krandan nə qədər su axır, onu tapırıq. 32 litr bunun bir yerdə axdıqları sudur. İkisi 2 krandan. Bunun da birincisindən 14 axırsa, çıxırsan 14-ü, qalır 18. 90. Radiusu 4 cm olan 2 dairənin yanaşı qoysaq, onların diametrləri cəmi neçə olar? Bura 4-dürsə, bax buradan bura bu radiusda 4 olacaq. Onda bu çevrənin də radiusu 4 olacaq, bu çevrənin də radiusu 4 olacaq. Ben bunu birbaşa 8 də yaza bilərəm, amma burada belə 4 yazdım ki, görəsiz. 4 ilə 4 bura oldu 8, bunda burada oldu 8. Yəni radius 4-dürsə, diametri 12 qatıdır. Diametrləri cəmi nə qədər olacaq? 8 üstə gələk, 8 bərabər 16 və ya 4 dənə 4-ü də toplaya bilərik. Eyni şeydir. Doğru cavab elədi C variantı. Sonra 91. Bərabər tərəfli üçbucağın perimetri 27 santimetrdir.
Bərabər tərəfli üçbucağımızı çəkək. Budur. Bunun perimetri 27-dirsə, 27-ni bölürəm 3-ə bərabər eləyir 9. Onda bunun tərəfi 9, 9-dur. Uzunluğu bu üçbucağın tərəfinə bərabər olan düzbucaqlının perimetri isə, belə bir düzbucaqlı çəkirəm. Bu düzbucaqlının uzunluğu 9-dur. Eni x-dir, perimetri də 22-dir. 2 vurulsun 9 üstə gələk x bərabər 22. 9 üstə gələk x də bərabər 11-ə, x də bərabərdir 2-yə. X-i bərabərdir, biz 2 tapdıq. Demək, bu verilənlərdən istifadə edib düzbucaqlımızın enini də 2 tapdıq. Bizə deyir ki, elə düzbucaqlının enini soruşur da bir variant. Amma sahəsini də verə bilər, sahəsi də soruşula bilər. Sahəsi 196 kvadrat metr olan bağın 4də 1 hissəsində meyvə ağacları əkildi. İndi 196-nın 4də 1-ni tapaq. 196-nı vururam 4də 1-ə. 4-ə bölüb 1-ə vuranda bu eləyəcək nə qədər? 49 kvadrat santimetr. Bu 49 kvadrat santimetr meyvə bağıdır. Çünki meyvə ağacları əkilib. Həmin bu kvadrat şəkilli həmin hissəni çəpər almaq üçün neçə metr məfdir? Elə bil, bax, bizim kvadrat şəkilli bağımız budur. Bu 4də 1 hissəsində meyvə əkilən deyək. Bunun sahəsi 49-dursa tərəfi nə qədərdir? 7. Çünki 7 olub ki, 7-nin kvadratı 49 eləyir. Yadınızda saxlayın, neçə metr çəpər istifadə olunacaq, neçə metr məftil istifadə olunacaq, bu həmişə perimetrin tapılması deməkdir. Onda 4-ü vururam 7-yə, bərabərdir 28 metr. Doğru cavab D variantı. 93. Yaş məsələsidir. Ananın yaşı qızının yaşının 4 qatı qədərdir. Qızın yaşı x-dir, ananın yaşı 4x-dir. 4 qatı, 4 misli, 4 dəfə çox eyni şeydir. 12 il sonra ananın yaşı olacaq 4x üstə gələk 12. Qızın yaşı olacaq x üstə gələk 12. Cəm 74 olacaq. İndiki cəmi tapıb da getmək olar. Yəni, müxtəlif yollarla yazmaq olar. Ən uyğun yazılışı budur. 74 olacaq. Toplayıb 74-ə bərabər eləyirəm. 4x üstə gələk 12. Üstə gələk x üstə gələk 12 bərabərdir 74-ə. Buradan 5x bərabər 12 ilə 12 24 eləyir. 74-dən 24-ə çıxanda qalır 50. X də bərabər 50-ni 5-ə böldük 10. X-i bərabər 10 tapdıq. Bizdən ananın indiki yaşını soruşur. Ananın indiki yaşı 4x-dir. 4-ü də vurursan ona bərabər elədi 40. Doğru cavab B variantı. Sonra 94 maraqlı sualdır. Bizə deyir ki, gedilən yola A litr benzin avtomobilin yanacaq çəlində x litr benzin var idi. Avtomobil bir neçə kilometr yol getdi. Gedilən yola A litr benzin sərf olundu. A litr benzin sərf olundu. X litr benzinimiz var. Gedilən yola A litr benzin sərf olundu. Avtomobil bir neçə kilometr getdi və əvvəlki benzinin yarısı qədər benzin qaldı. Əvvəlki benzin x idi, bərabərdir x bölünsün 2. Belə də yaza bilərik. Və ya x bölünsün 2 kimi də belə də yaza bilərik. İndi elə bil bu deməkdir. X bölünsün 2 bərabərdir x çıxılsın a. İndi belə bir cavab yoxdur burada. X minus a var. Bunu mən niyə eləyə bilərəm? Bu x bölü 2 bu bir tərəfə tənlikdə demiş, keçə bilər, bəli, keçə bilər və vurma ilə əvəz onlarda x bərabərdir 2 vurulsun x minus a. Belə bir cavab harda var? X bərabərdir x minus a. Burada alınır cavabımız x minus a vur 2 bərabər x. C variantında. Aydın oldu. Başqa cür elə bil bu deməkdir. X minus a bərabərdir, kəsirlə də yazsaq x bölü 2. Hər tərəfini 2-yə vura bilərik də. 2-yə vuranda da x minus a bərabər x. Siz bunun sağda, solda bu fərqi yoxdur. Olmağına baxmayın, eyni şeydir. 95. Bir maşında 48 sentner, o birində bunun 3-də 2 hissəsi qədər kartof var. 48 sentner birinci maşındadır. O birində isə bunun 3-də 2 hissəsi qədər kartof var. 48-in 3-də 2-si 3 çəvir, 48 3-ə 16. 16-nın 2-yə vuranda 32 sentner. İndi hər gün 8 sentner kartof satılmaqla 2 maşındakı kartofu neçə günə satmaq olar? Biz 2 maşındakı cəmi kartofu hesablayaq.
48 üstəgələk 32 bərabər eləyər 80 sentner. Buradan da 80-i də bölərəm 8-ə, çünki gündə 8 sentner satılacaq. Aha, bu da bərabər eləyir nə qədər? 10 gün. Buradan da 10 gün. Doğru cavab A variantı. Növbəti 96. Ata ilə oğlun indiki yaşlarının cəmi 43-dür. Tamam. Bunu yazdıq. 5 il sonra oğlun yaşı 11 olacaq. 5 il sonra oğlun yaşı 11 olacaqsa, mən oğlun indiki zamandakı yaşını tapıram. 11-dən çıxıram 5-i bərabər 6. Yazıram bura oğul indi. Oğlun yaşı indi. İndi müəllimlər, oğlun indiki zamandakı yaşı 6-dırsa, ata ilə də yaşlar cəmi 43-dürsə, 43-dən çıxıram 6-nı bərabər 37. Bura yazıram ata. Ata. Atanın hazırki yaşı 37-dir. Bizə deyir atanın 3 il əvvəlki yaşı. 37-dən çıxıram 3-ü bərabər 34. Doğru cavab Y variantı. 97. Aralarındakı məsafə 234 kilometr. A-dır, burada B-dir. Bunların aralarındakı məsafə 234-dür. Qarşı-qarşıya velosipedçi və motosikletçi yola düşdü. 2 saat sonra onlar arasındakı qalan məsafə 114 oldu. Baxın, tutaq ki, biri bura qədər gəlir, biri bura. Bunların arasında bu məsafə gedilməyəndir. Ona görə nə edəcəyik, dəyərli müəllimlər? Birinci, 234-dən çıxıram 114-ü, bərabərdir, qalır 120 kilometr. İndi bu 120 kilometr 2 saat ərzində gediləndir. 120-ni bölürəm 2-yə bərabərdir. 60 kilometr bölünsün saat. Və 60 kilometr saat nə olacaq? Qarşı-qarşıya hərəkət edən maşınların sürətləri cəmi. Çünki burada sürətlər toplanır. Və birinin də sürəti digərinin sürətindən 4 dəfə böyükdür. Yazıram x üstəgələk. X üstəgələk 4x bərabərdir 60-a. 5x bərabər 60. X də bərabər 12-yə. X-in qiyməti 12-dir. Bu 12 velosipedçinin sürətidir. Sürəti az olan. Motosikletin sürəti isə 4 dəfə 12 48 olardı, əgər soruşsaydı. Qarşı-qarşıya sürət məsələsidir. Sadəcə yolunu bilib tətbiq eləmək lazımdır. 98-də də sürət məsələsidir. Aralarındakı məsafə 32 kilometrin 2 stansiyada eyni zamanda əks istiqamətdə sürətlər. Demək, aralarındakı məsafə buradadır. Buradan biri bu istiqamətdə yola düşür, biri bu istiqamətdə yola düşür. Burada da 32 kilometr məsafə var. Sürətlərin biri 63-dür, digəri 74-dür. 4 saatdan sonra qatarlar arasındakı məsafə neçə kilometr olar? 4-ü vururam. Əks istiqamətdə də sürətlər toplanıb zamana vurulur. Eynidir. 4-ü vururam. 63 üstəgələk 74-ə. Bu toplasaq 137 eləyər. 137-ni də 4-ə vuranda bu eləyər 548. 548 kilometr. Amma bizdən cavab 548 deyil. Bu ortada 32 kilometrdə var idi axı. Bu bir-birindən elə bil bitişik deyildilər də, aralı idilər. Bu 548-in üzərinə də 32-ni gələndə eləyəcək 580. Doğru cavab D variantı. 99. Qayıq çayın axını ilə 3 saatda 51 kilometr yol getdi. Axın ilə deyəndə, dəyərli müəllimlər, hər zaman məsafə zamana bölünür və sürətlər cəm olur. Çünki axın ilədir. 51-i bölürəm 3-ə bərabər eləyir nə qədər? 51-i 3-ə böldük bərabər elədi. 17 kilometr bölünsün saat. Bu axın ilədir. Axın ilə qayıq üstəgələk çay bərabərdir 17. İndi çayın axma sürəti də 2-dir. Gətirib yerinə yazıb qayığı tapa bilərik. Yəni qayıq üstəgələk 2 bərabər 17, qayıq da bərabər 15. Qayığı biz buradan 15 tapdıq. İndi bizə deyir ki, qayıq çayın axınına qarşı 2 saata 2-ni vuracaqsan, axınına qarşı dediyinə görə sürətləri fərqinə, yəni 15 çıxılsın, çayın sürəti nə qədərdir? 2. 15-dən 2-ni çıxanda 13 qalır, 13-də 2 vuranda 26. Baxın, kanalda kater məsələlərini yarım saata 30 dəqiqəyə öyrənək izahı var. Mütləq şəkildə mənimsəyəcəksiniz. Bu suala baxaq. Aralarındakı məsafə 1798 kilometr olan A-dır.
Burada B-dir. Bax, bu məsafədir, dəyərli müəllimlər. Buradan qarşı-qarşıya 2 maşın yola düşür. Bunların birinin sürəti 74-dür, digərinin sürəti 81-dir. Hərəkət etməyə başladılar. 7 saatdan sonra qarşı-qarşıya bilirik ki, sürətlər toplanır. Yəni 7-ni vuracaqsan, bunların sürətləri cəmləyi 74 üstə gələk 81-ə bərabərdir. Toplayıb 7-yə vuranda elədi bu 1085. 1085 kilometr. İndi biz 1085 kilometr. Amma bizə deyir aralarındakı məsafə nə qədər qaldı? Bu 1798 idi. Demək bunlar görüşmürlər də. Tutaq ki, bura qədər gələr. Bu qədər məsafə burada boş qalır. Ümumi 1798-dən çıxıb 1085-i qalır 713. Doğru cavab B variantı. Bu qədər dəyərli müəllimlər, sizlərlə tam-tamına 50 dənə sualın ətraflı izahını verdim. Yenə deyirəm, sertifikasiya hazırlaşan müəllimlər bütün sertifikasiya imtahanlarında bu sualların hamısını sərbəst yaza bilirsinizsə, analiz edə bilirsinizsə, sertifikasiyada bir problem yoxdur. Bu suallar sizə düşməyəcək. Fərqli eyni məsələn, eyni katerlə bağlı biraz daha fərqli düşəcək, sürətlə bağlı digər tipi düşəcək, ədəd orta ilə bağlı həmçinin. Siz ümumi bunları 50 dənəsini siz sərbəst işləyə bilirsinizsə, demək bu 50 dənə sualın aid olduğu mövzuları bilirsiniz deməkdir. Baxın, ona görə diqqətli olun. Yeni qruplarımıza, endirimli qruplarımıza qoşulmaq istəyən dəyərli müəllimlər bax bu nömrə ilə əlaqə saxlaya bilərlər. Hər birinizə uğurlar arzulayıram. Növbəti izahlarımızda görüşərik. Hələlik.